Davam edəcəyik siyasi icmalla. İTV Xəbər düzdür, ölkədə və dünyada baş verənlərin qısa bir xəbər blokunu sizə təqdim etdi. Amma bu dəfə isə siz şərh eşidəcəksiniz. Bizim həmkarımız Nəriman Hüseynzadənin təqdimatında. Nəriman, xoş gəldik. Xoş gəldik. Xoş gəldiniz. Təəssüf ki, bugün həm də müharibələrlə dolu bir dünyaya hər birimiz şahidlik eləyirik. Bir tərəfdən Ukrayna və Rusiya münasibətləri hələ tam sərinləməmiş, digər tərəfdən də hazırda yaşananlar yəqin ki, sizin şəhrinizin də əsas hissəsini təşkil eləyəcək. Azər, dünən bu məqamda bir vəziyyəti vurğulamaq istəyirəm. Ötən gün Ukraynada Kiyev vuruldu. Bir neçə vilayət vuruldu. Onlardan biri də təbii ki, Kiyev paytaxt idi və orada 14-15 nəfər insan dünyasını dəyişdi. Və insan ölümləri müharibələr fonunda o qədər adiləşib. Bunu demək həqiqətən də ağır ifadədir. Amma həqiqətən də artıq bütün fikirlər fokuslanıb İrana, yaxın şərqə və Ukrayna bir növ unudulub, arxa plana keçib sanki. Bir müharibə digər müharibəni unutdura bilir psixoloji olaraq. Və bu unudulan müharibə də insanların öldüyü bir prosesdir. Və unudulan müharibə hələ bitməyib, devam edir. Əlbəttə bitməyib. Ümumiyyətlə, İranla bağlı da o qədər xəbərlər yenilənir ki, biz məcbur studiyada telefonla gəlməli olduq ki, o qədər hər dəqiqə xəbərlər çıxır. Nədir son xəbərlər, Nəriman? Son xəbər, məsələn, ali lider, deməli, Xamneyi deyir ki, döyüş başlayır. İlk dəfə, ümumiyyətlə, bu prosesləri münaqişə başlayandan bura ilk dəfədir ki, ali dini lider belə bir açıqlama verir və İsrailə qarşı döyüşlərin növbəti mərhələsində başladığının anonsunu verir bir növ. Bu sayaq xəbərlər yenilənir tez-tez. Aydındır, Nəriman. Eşidək sizdən son xəbərləri. Sağ olun. Buyurun. Uğurlar. Tehran yer üzündən silinəcək. İsrailin baş naziri Benyamin Netanyahu belə bir açıqlama verib və o əsaslandırır fikirlərini bir neçə məqamla ki, bir qədər sonra onlara toxunacağıq. Amerika Birləşmiş Ştatları Donald Trump isə deyir ki, hər kəs dərhal Tehranı tərk etməlidir. İsrailin Amerika Birləşmiş Ştatlarındakı səfirinin açıqlaması bəyanatı daha qorxunc səslənib. Yehel Leiter deyib, bizim hazırladığımız sürprizlər o qədər güclü olacaq ki, Pager əməliyyatı onların yanında sadə təlim kimi görünəcək. Cümə axşamı və cümə günü nələr baş verəcəyinə baxın. Cümə axşamı və cümə günü. Sabah və birisi gündən gedir söhbət. Bu arada İran bütün həkim və tibb bacıları, ümumiyyətlə tibb personalını məzuniyyətdən geri çağırır. Vəziyyət bu qədər gərgindir qonşuluqda. Trump CBS kanalının müxbirlərinə verdiyi bəyanatda qeyd edib ki, İsrail İrana qarşı hərbi kampaniyasını daha da artıracaq. Yəni adam bu proseslərin soyuyacağını danışmır, daha da gərginləşəcəyini xəbər verir. Siz 2 gün ərzində biləcəksiniz, deyib Amerika Birləşmiş Ştatları prezidenti. O, Tehranın boşaldılmasına mülki insanların ölümünə razı olmaması ilə əlaqələndirib. Trumpın fikrincə İran nüvə əldə etməyə çox yaxındır. O, eyni zamanda İranı yaxın şərqdəki Amerika Birləşmiş Ştatları bazalarına hücum edəcəyi təqdirdə bunun nəticələrinin ağır olacağı ilə hədələyib. Təbii ki, yaxın şərqdəki bazalarına hücumdan ehtiyatlanır Amerika və bunun müqabilində artıq buradakı hərbçilərini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Hazırda bölgədə 40 mindən çox Amerika əsgəri yerləşdirilib. New York Times məlumat yayır ki, Amerika Birləşmiş Ştatları ehtiyat edir. İsrailin İrana hücumlarına qoşularsa Washington ki, bunun üçün artıq 24-48 saat ərzində bunun baş verəcəyi deyilir. Amerika Birləşmiş Ştatlarında Ağ Evdə ötən gecə bir neçə saat əvvəl daha doğrusu deməli qapalı müzakirələr aparıldı. Nəticəsiz yekunlaşdığı barədə xəbərlər gəldi, amma hər bir halda artıq an məsələsi də deyə bilərik Amerikanın bu proseslərə hərbi şəkildə qoşulması. Və ehtiyat edir ki, yaxın şərqdəki hərbi bazalarına İran tərəfi hücum həyata keçirə bilər, ballistik raketlərdən zərbələr endirə bilər və bunun müqabilində təbii ki, özünün hazırlığını yüksək vəziyyətə gətirib, səviyyəyə çatdırıb. İrandakı nüvə obyektlərinin bombalanması nəticəsində İranpərəst qüvvələr Qırmızı dənizdəki Amerika gəmilərinə, İraq və Suriyadakı hərbi bazalara cavab hücumları həyata keçirəcək. Ağ Evdən, Pentaqondan belə bir açıqlama gəlib. Təbii ki, ehtiyatlanırlar. Bundan əlavə İranlılar Hörmüz boğazını da minalaya bilərlər açıqlaması da var. Netanyahu şərtlərini açıqlayıb bir qədər əvvəl demişdik. Nədir şərtlər? Biz nəticələr görmək istəyirik və nüvə proqramını məhv etmək istəyirik. İranın ballistik raketlər istehsal etmək qabiliyyətini sıfıra endirmək istəyirik. Bu məqamda bir toxunmaq istədiyim bir şey var. Nüvə proqramını bildik. Yəni, onsuz da bu münaqişənin başlamasına səbəb kimi göstərilirdi nüvə proqramının varlığı. Amma həm də ballistik raketləri istehsal etmə imkanlarını sıfıra endirmək istəyir.
Və bir də İranın terror oxunu aradan qaldırmağı hədəfləyib Netanyahu. İsrail bəyan edib ki, İsrail Müdafiə Qüvvələri İran üçün kütləvi qırğın silahları hazırlayan 10 İranlı alimi öldürüb və hədəfdə daha bir neçə nəfər var. Yəqin ki, bunun da xəbərini bu gün sabah eşidəcəyik. İsrail Hərbi Hava Qüvvələri ötən gün İranın cəmi 4 gün əvvəl təyin olunan baş qərargah rəisini də öldürdü. Əli Şadmaninin öldürüldüyü əməliyyat İsrailin kəşfiyyat məlumatları əsasında həyata keçirilib. Adamlar, necə deyirlər, nöqtə atışı yerinə yetirirlər və birini öz mənzilində, birini qərargahında, birini avtomobilində, birini yolla gedərkən, amma tam hədəfə vururlar. Beləcə düşmənlərini, özlərinin düşmən gördüyü kəsləri aradan qaldırırlar. Əli Şadmani kim idi? İran ordusunda və İnqilab Keşikçiləri Korpusunda yüksək vəzifəyə sahibi idi. Ali lider Ayətullah Xamneyyə də kifayət qədər yaxın şəxslərdən biri hesab olunur. Ümumiyyətlə, onun ətrafı, belə deyək, bir-bir təmizlənir. Nə qədər doğru ifadədirsə. Hələlik o kresloya heç kim oturmayıb. Ürək eləmir deməyək, amma hər halda hələlik heç kim təyinat almayıb. Amma əvəzləyən var artıq. Deməli, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsini müvəqqəti icra edən general Əhməd Vahididən ilk açıqlamada gəldi. Nə deyir? İranın raket arsenalının məhv edilməsi ilə bağlı İsrailin iddiaları əsassızdır. Biz hələ də qabaqcıl raketlərdən istifadə etməmişik və uzun müddətli müharibəyə hazırıq. Yəni demək istəyir ki, indiyə qədər İsrailə atdıqlarımız hələ ən zəif silahlarımızdır. Gücümüzü irəlidə görəcəksiniz. 21 müsəlman ölkəsinin xarici işlər nazirləri bircə bəyanat yayaraq İsrailin İrana hücumunu pisləyib. Tərəflər vəziyyətin təhlükəli şəkildə gərginləşməsindən ciddi narahatlıqlarını ifadə ediblər. Hansı ölkələrdir bunlar? İraq, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt, Bəhreyn, İordaniya, Misir, Sudan, Əlcəzair, Komor adaları, Cibuti, Somali, Liviya, Mavritaniya, Pakistan, Türkiyə, Çad və Bruney. 21 ölkə. Bəyanat müəllifləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin zəmanəti altında olan nüvə obyektlərinin Agentliyin və BMT Təhlükəsizlik Şurasının qətnamələrdən uyğun olaraq hədəfə alınmamasının vacibliyini vurğulayıb və bildiriblər ki, nüvə obyektlərinə hücum beynəlxalq qanunların və humanitar hüququn açıq şəkildə pozulmasıdır. Deməli, bir neçə gün əvvəl xəbər yayıldı ki, İran tərəfi yaymışdı bu xəbəri. Amerika Birləşmiş Ştatları istehsal olan F-35 qırıcısını vurub. Amma ortada bir şəkil yox idi, video yox idi. İndiki zamanda təbii ki, dediyini təsdiqləmək üçün mütləq foto, video, nə isə bir təsdiqləyən sübut tələb olunur. Yayıldı, ötən gün yayıldı, hazırda həmin görüntünü izləyirik. Amma bir sadə hərbi, belə deyim, texnikadan anlayışı olmağa ehtiyac yoxdur. Belə də baxanda bilinir ki, olduqca böyük ölçülər. Yəni, orada miqyası təxmini düşünsək, normalda realda F-35 qırıcısının ölçüləri uzunluğu 15 metrdir. Amma burada nə görürük? Bir stadion boyda qırıcıdır orada. Və bunun qarşılığında artıq rəylər paylaşıldı. Bir növ istehsalı yanaşma gördük. Bax, bu sayaq şəkillər də montaj olunub, qoyulub. Yəni, təbii ki, bir qədər reallıqdan uzaqdır həmin F-35 qırıcısının görüntüsü. Hətta burada deməli bir məqam da var, o şəkildə yəqin ki, yoldaşlar göstərəcəklər. Deməli, göstərilir ki, İsrailin hərbi hava qüvvələrinin imkanları və bir də İranın hərbi hava qüvvələrinə deməli, aid olan bu görürük. Foto, video, montaj proqramları, süni intellekt və s. Təbii ki, bu da sadəcə istifadəçilərin yanaşmasıdır. Rəsmi açıqlama yaxud da bəyanatlar deyil. Mossadın da bir paylaşımı vardı. Ötən gün İran Mossadın inzibati binasını vurdu. Yəni, İsrailin Xarici Kəşfiyyat İdarəsinin deməli, binasını, inzibati binasını vurdu. Hadisədən bir qədər sonra Mossadın X hesabında belə bir paylaşım edildi. İran deyir ki, Mossadın binasını vurublar. Bəli, doğrudur. Xoşbəxtlikdən orada heç kəs olmayıb. Hamısı İranda idi. Artıq bu paylaşım da bir qədər ironik paylaşım da göstərir ki, İrandakı hədəflərin dediyimiz o nöqtə atışı ilə vurulmasının da səbəbi, məqsədi, imkanları artıq ortaya çıxır bu paylaşımın özündə də. Proseslər olduqca sürətlə inkişaf edir qonşuluqda və nə baş verəcək bunu izləməyə davam edirik. Hələlik.